Yəqin ki, tanıdığınız Ronald Reagan, Amerikanın prezidenti 80-ci illər. Bu köməkçisi Bruce Finn'dir. Bruce Finn, Amerikanın prezidentinin köməkçisi, yəni Ronald Reaganın köməkçisidir. Bu da Alev Kuznetsovdur. Rusiya kəşfiyyatçısıdır. Yəni Sovetin kəşfiyyatçısıydı, indi Rusiya. Yəni bu nəyə görə göstərdim? Bu bizim bəzi deputatlar da qoyub bilsinlər. Yəni Vance Qərb Azərbaycandadır. Amerikanın vitse-prezidenti deməli İrəvandadır. Güya sülhlə gəlib bu insan, özü də birinci nədən başlasa, xristianlıqdan başlayıb danışmağa. Xristian ölkəsidir, xristian millətidir, xristian dövlətidir. Əlbəttə biz kömək eləməyik. Qədim xristianlardan deməli ermənilər qədim xristianlardırlar. Ən birinci xristianlardır. Yəni bu adam əgər bir xristianlıqla, deməli bunun daxilində sülh ola bilməz. Yəni bu yalnız gəlib Qafqazda bilirsiniz bu o deyir xristianizasiya. Bax beləki bir fikirlə, düşüncə ilə, yəni bu müsəlmanın qəddar düşmanıdır. Özü də gör, mən o ki deyirlər, savadlı savadsızlar, bax bunlardılar ha. Bu bilmir, bunun düşüncədə yoxdur ki, hay nədir, erməni nədir, Azərbaycanlı, türk nədir. Ümumiyyətlə Qafqazda onun bir məlumatı yoxdur, heç öyrənmir, heç bilmir kimindir, nəçidir, kimlərdir, yaşayır, nə millətdə. Bunun bir, yəni Qafqazdan heç xəbəri yoxdur. Nə də ki, ümumiyyətlə Qarabağdan və bu hay xalqından və bizim türk xalqı, ümumiyyətlə onun, yəni onun o düşüncəsindən, yəni aydındır ki, bu kimdir, nəçidir. Bir, ikincisi bu insan gedib baş əyibdir. O qondarma, deməli, soyqırım abidəsinə baş əyibdir 1915-ci il. Bunları niyə göstərdim? Bax, bizim deputatlar da, yəni lazımdır onların üzünə vurmaq. Ronald Reagan, Bruce Finn, bunlar deməli Bruce Finn'ə tapşırıbdır, bilirsiniz. Ronald Reagan tapşırıb ki, get gör Avropanın bütün arxivlərindən soyqırım olub olmayıb da, yəni araşdır gör, türklər soyqırım törədib bu xalqa qarşı. Bu da gəlibdir, sübut edibdir. Никакого геноцида нет. Армяне совершили против армянского своего народа геноцид. Резали своих армян, убивали турков. Bruce Finn bunu deyib və bütün dünyaya elan ediblər. Bu Alev Kuznetsov da biz Türklərə qarşı 1965-də o abidəni ucaltdıq İrəvanda, yəni bir zərbə kimi. Bu Karibski krisis deyilən bir söz var, bilirsiniz də, raketlər məsələsidir, İncirlik, Kuba. Yəni bax bunlar deməli Türkiyədən raketləri çıxartmayıblar, nə ediblər, nəysə bunlar bunu düşünüb, o genosid etiraf eləyib. Alev Kuznetsov etiraf eləyib ki, soyqırım olmayıb. Yəni onu biz Ruslar qəsdən Türkiyə qarşı fikirləşmişik, yaratmışıq. Bildiniz, yəni bunu, bax bu Ronald Reagan'ı da xahiş edirəm, yəni kimsə görüşəndə, hansısa bir məmurlarla görüşəndə bir yadlarına salsınlar ki, bu adam deyib soyqırım yoxdur Türk. Sən o abidənin qabağında gedib baş əyməyin nədir, nə deməkdir? Hatta genosidi deyirlər olmayıb da. Bu Amerikanın prezidenti. Yaxşı bu Vance xəbəri yoxdur bu Reagan'dan. Bu Vance'in xəbəri yoxdur. Ona görə deyirəm də. Yəni bunları yaddaşına salın. Bu elə belə gəlməyibdir.
İrəvana gəlmir. İndi Azərbaycana gələcək, Bakıya gələcək. Yəni bunun pis niyyətləri var. Onun pis niyyəti, yaxşı niyyəti olsaydı o getməzdi ora. Bəyəm bilmir ki, onun Reagan deyib ki, yoxdur, genosid olmayıbdır. Adam bunu Amerikanın prezidenti bütün dünyaya deyib. Bunu Bruce Finn dəfələrlə deyib. Bunu Yahudi alimləri Amerikada sübut ediblər ki, soyqırım olmayıb. Sonra bu kəşfiyyatçı Alev Kuznetsov deyir ki, bu soyqırımı biz özümüz qəsdən Türkiyə qarşı yaratmışıq. Soyqırım olmayıb da. Bax bu qədər. Ona görə gəlibsə əgər o bugün hansısa bir terrorçudan danışsa, qardaş, onu yüzünə vurun. Ki desə ki, terrorçuları buraxmalısınız. Deməli, o bax Vence bunu da göstərir. Bu Ben Laden'dir. Yaxşı, bu terrorçu sayırdınız. Bunu niyə məhv elədiniz, niyə öldürdünüz? Mən sözüm yoxdur, yəni terrorçunu məhv eləmək lazımdır. Azərbaycandasa bu terrorçuları, erməni terrorçularına ömürlük cəza verirlər. Qardaş, hələ bir sevinsinlər. Bunlar deyirlər ki, onlar sadə adamlardılar, onlar əsirdirlər, hərbi əsirdirlər. Terrorçuya hərbi əsir deyil. Bax, bu Vence. İndi gəlib güya xahiş eləsin ki, onları azad eləsinlər. Qardaş, onda onları azad eləsələr də mənim sözüm olmayacaq. Yəni, məndə bu işdən mənasız olar ki, bu haqda danışmağa. Ona görə, yəni, Vence terrorçunu əgər istəyir buradan baş kəsənləri, uşaq öldürənləri azad eləsinlər, birinci deyin onda üzr istəsinlər, Amerika üzr istəsin, bax bu Ben Laden'dən, ona bir abidə ucalsın və desin ki, o terrorçu deyil, o sülh adamıdır. Biz də bilək də işimizi. Bax, bu qədər. Yəni, o Vence lazımdır. Bütün, bax, bunları qabağına qoymaq. Ronald Reagan'ın deməli, soyqırıma qarşı, Ben Laden'dir. Bunları lazımdır üzlərinə vurmaq.